Əziz birgələr, bu dəfə isə yeni bir dərs izahımızda sizin qarşınızdayıq. Danışdığımız mövzu Azərbaycanın qüdrətli, hikmətli, mətanətli dövlətlərindən biri olan Atropatena dövlətidir. Əgər videonu izləməyə başlayırsa, əvvəlcədən videonu bəyənin, axırda da rəy yazarsınız. Bəsdir. Atropatena dövlətinə danışanda deyir ki, 321-ci ildə artıq hər şey sakitləşəndən sonra Atropat özünə dövlət yaradır burada. Deyir ki, bura mənimdir. Və Atropatena dövlətinin paytaxtı olur Kazaka şəhəri. İndi bu Atropatın adından danışaq. Atropat. Orada Atropatla bağlı bir cədvəl verib, yazıb diplomat kimi, dövlət xadimi kimi. Yəni o cədvəl nəyə lazımdır? Çox mənasız bir şeydir o. Yəni dövlət xadimi kimi bunu elədi. Yaxşı oğlan idi, saçı qısa idi, nə bilim, səy-səy şeylər. İskəndərə bir də qız vermişdi bu, nəsə dənə. Yadıma düşdü qəhrədə o Amazon adlı qızlar verib İskəndərə ki, bunlar döyüşürlər. Əxlaqsızın biri olur. Nəysə, çox danışmayayım. Ağırda mənə düşməni çıxardacaqlar. Nəysə, bu dostlar, Atropat dövləti yaradır, başqa da işini eləmir. Yəni, başqa neyini onun haqqında məlumatımız yoxdur. Atropatena dövləti, deməli, Azərbaycanın cənubu ərazisində yaranmışdı. Mərkəzi Urmiya gölü özəsində idi yenə. Mərkəzi Kazaka şəhərdə aşağıda da oradan görsənmir. Ondan sonra isə bizə bir-iki dənə orada lazımsız məlumatlar verir, heç bir məsələ qulluq eləməyən. Ağırda gəlir ki, 3-cü əsrə çıxırıq. Bu 3-cü əsrdə söhbət Selevkilərin bu əraziyə yürüşünə gedir. Bir dənə nədən danışım, yadıma düşmüş. Yəni, tayfalardan danışım, hansı tayfalar bu ərazilərdə yaşayıb, onları birdən mövzusuna sad versən bəlkə düşər. Oradan Mag, Müq, Kaspi Kadusin adı veribdir. Köhnə kitabda amartlarla leglər var idi, onları çıxardıblar. Bir də Saklar. Burada maqlar olaraq yenə onlardan danışır ki, bu maqlar həmin kahin maqların tayfasına gələnlər idi, Zərdüştlərdən. Müqlər haqqında danışanda orada deyir, Muğan ərazisi, hətta deyir, bəzi alimlər deyirlər ki, bunların adı ilə bağlıdır. Kaspi Kadusidəki, yəni, orada hansı idi, ben görüm, Kaspi yoxsa Kadusidi deyir, İskəndər hücum eləyəndə 3-cü dara köməyə çağırır, o da getmir, Kadusi də verir və o. 3-cü daranın köməyinə getmir. Neyse, sonra danışıq dostlar, bu Artabazandan. Neyse, bu Atropatena hökümdarlarının adını bəzəkli verməyə başlayıblar. Öz aləmlərində ki, D hərfin göylə işarəliyir, nə bilmə, S hərfin göylə işarəliyir. İndi uşaq yadına salır. Bunlar tipoydur, bunlar yadda saxlayanlar. O Artabazanın haqqında verəndə orada alim Polibi belə yuxarıda belə çərçivədə belə bir məlumat verir ki, o deyir ki, bu təzə məlumatdır. Bəlkə 24-25-də də var, fikir verməmişəm. Bu deyir ki, Artabazan dövlətinin qüdrətli hökümdarıdır və onun dövründə bu məlumat laf köhnədən var idi. Deyir, onun dövründə sərhədlər Fasisdən, yəni Trabzon ərazisindən Hirkan gölünə qədər, yəni Xəzər dənizinə qədər o laf neçə ilin məlumatıdır. Çıxartdılar, təzədən yenə saldılar. Ehtiyac var. Hansı hökümdar haqqında olar ki, məsələn, belə deyəndə məlumatı verər ki, cümlə halında yazar, yox, situasiya yox, elə cümlə halında yazar. Deyər ki, haqqında danışan hökümdarın fəaliyyəti barədə aid olanı seç. Sən yəni onu bilməlisən ki, birinci bu Artabazandır, sonra onun fəaliyyətinə aid nə varsa onu deyirsən. Ümumiyyətlə, İskəndərin ölümündən sonra dedik ki, yaranmış dövlətlərdən biri də Selevki dövləti idi. Nəsə 223-cü ildə eradan əvvəl 223-cü ildə hücum edir Artabazanın üstünə, hökümdarı da olur kim? 3-cü Antiox. Bunlar yürüyüş edirlər, gəlir, deyir Artabazan onun döyüşə hazır olmadığı üçün asıllığını qəbul eləməyə məcbur olur. Deyir ki, orada 3-cü Antioxun yürüyüşü Böyük Midiyadakı üsyanı yatıran zaman Qəfil Munuzun 223-cü ildə yürüyüş edir və döyüşə hazır olmadığı üçün ondan asıllığı qəbul eləməyə məcbur olur və bu asıllıq 190-cı ilə qədər davam edibdir. 190-cı ildə tərəflər dediyim kimi Roma ilə Selevkilər arasında Magneziya döyüşü baş verir. Magneziya döyüşündə Roma qalib gəlir. Selevki dövləti parçalanır və bunlar da daxili müstəqilliyini bərpa edirlər yenə. Amma həmin dövr hökümdarları haqqında heç bir məlumat vermir və bayaq dediyim kimi 2-ci əsrin ikinci yarısında və belə bir dövrdə artıq meydana yeni bir düşmən daxil olur, Roma. 2-ci əsrin sonlarında artıq Romanın əraziyə yaxınlaşmasını Atropatena və Parfi özünə düşmən kimi qəbul edir. Yəni fikirləşirlər ki, onlar yad elidir və yenidən Yunan Makedoniya mədəniyyətini bura gətirəcəklər. Ona görə də bunlar deyir ki, birləşirlər. Və bu proseslərin nəticəsində eradan əvvəl 53-cü ildə tərəflər arasında Karra döyüşü baş verir. Ümumiyyətlə, orada köhnə kitablarda var idi. 1-ci əsrin birinci yarısında Lukul Pompey
Atropatena yürüyüş eləyir, özündən tabe eləyir, daxili müstəqini qoruyur, çıxardım onlar. Albaniyada yox. Hə. Ya ehtiyatdan deyim buradan test kimi qarşınıza çıxsa birdən lazımınız olar. Albaniyada yazıblar, hə, Pompeyin yürüyüşünün yanında. Birində yoxsa verə bilməz ki. Kitabdan çıxartırsansa verəmir. Oxşarlıq yerində yazanı sənə etibarı mənbə kimi götürənməzsən. O gərək sənin dərsinin içində ola ki, sən onu qeyd edə biləsən. Ehtiyatdan deyirəm yenə, birinci əsrin birinci yarısında Lukulla Pompey yürüyüş eləyir şərqə, Atropatena dövlətini özlərindən asılı salırlar, amma canişində yeni yerli hakimləri idarəçiliyə təyin edib getdikləri üçün daxili idarəçilikləri tamamilə süqut eləmədiyini göstərir bu. Amma 53-cü ildə Kara döyüşü baş verir, tərəflər arasında Parfiya və Atropatena qüvvələri qalib gəlir. Parfiyanın qalib gəlməsinə təsir edən hansı Atropatenanın onun tərkibində döyüşməsi olur. Turan taktikasından bəli istifadə olur. Oxşarlığın yazdırmışdım keçən dəfə. Elə Karranın adında yazmışıq və burada yenilik nədir? Köhnə kitabda deyirik Kara döyüşündə Romanın sərkərdəsi Kras yaralanır. Burada deyirik artıq Kras həlak olur, ölür. Bu bir yenilikdir. Neysə dostlar, bu Kara döyüşündən sonra Kara döyüşü barədə başqa nəsə lazımdır məlumat. Yox, elə cistalaşır. Kara döyüşündən sonra münasibətlər pisləşir. Münasibətlərin pisləşməsinin 2 dənə səbəbi göstərilir. Əvvəl bir dənə səbəb göstərdi. Bir səbəb olaraq yeni əlavə olmuş səbəb odur ki, qənimətlərin bölüşdürülməsi məsələsində. O var elə. Bu bir dənə adsız döyüşdən danışım. Eradan əvvəl 38. Eradan 38-ci ildə Romalılarla Parfiya arasında yeni bir döyüş baş verir. Adı verilmədiyi üçün bu döyüşü adsız döyüş adlandırırıq. Və bu döyüşdə Parfiya qoşunları məğlubiyyətə uğrayır. Bu döyüşdən sonra deyir Antoni ürəklənir, eradan əvvəl 36-cı ildə yürüyüş eləyir əraziyə. Və eradan əvvəl 36-cı ildə Antoni kim idi dostlar? Bir dənə bu məqamlara fikir verməli. Antoni Romanın sərkərdəsidir. Bu dövrdə Roma Respublika dövründə idi. Antoni isə sərkərdədir, hökmdar deyil, imperator deyil. Bununla bağlı sizə sual verirlər. Test düşür. Oktavianda da çaşdırırlar, Julius Sezarda da çaşdırırlar, Pompeydə də çaşdırırlar. Bu məqamlar məncə çiğnənmiş mövzulardır da, bunlara diqqət etmək lazımdır. Nəsə, Antoni yürüyüş eləyir. Əslində deyir, birinci Parfiya istiqamətində yürüyüş eləyir, sonra qəfildən dönür. Nəsə, bunların nəsə, bilmirəm, hamısı qəfildən bizim şəhərin üstündədir. Alladırlar bizi. Yürüyüş eləyir. İndi biz burada hökmdardan danışaq birinci, Artabazdan. Tərəflər arasında 36-cı ildə Fraspa döyüşü baş verir. Fraspa döyüşü deməli biz tərəfin, yəni Atropatenanın qələbəsi ilə başa çatır. Amma 35 min adam itirmişdik. Amma yekunda Antoni üçün ağır bir məğlubiyyət sayılırdı deyir. Bu döyüşdən sonra Artabaz Romanı ələ keçirdi, legion bayraqlarını götürür, dalğalandırır. Deyir, çırpınırdı Qaradəniz, baxıb Roma bayrağına. Bundan sonra, bayaq dediyim məsələ bundan sonraydı. Dostlar arasında münasibətlər pisləşir. Niyə pisləşir? Çünki Artabaz deyir ki, qardaş, mən gəlib bunlar xalqımı qırıblar. Mən qənimətin bir hissəsini özümə istəyirəm. Parfiya deyir ki, yox da mən sana kömək eləmişəm, mənə da düşməlidir. Yəni qənimət üstündə bölüşməyə, bir də ki, Parfiya gör ki, Artabaz qudurur da, bayraq çıxardır, nəsə belə hərəkətlər divarlara yazır, Artabaz yek, belə sözlər yazır. Ona görə deyir ki, yox, sənin mənim aram düzəlməz, qan düşəcək saat. Artabaz amma ağıllı tülkü idi. Bu, neyini? Görür ki, Parfiya bunun başına çəkəcək, tez Roma ilə dostluq edir. Deməli, eradan əvvəl 1-ci əsrdə bu həm Roma ilə diplomatik münasibət qurub, həm də Parfiya ilə diplomatik münasibət qurub. Bir dənə maraqlı məqam var. Ora gəlib çatanda ondan danışacağam. Neysə, bu oğlunu da göndərir, Girov kimi göndərilir. Dostlar, bu köhnədə adəti idi. Yəni, sədaqətinin rəmzi olaraq oğul Girov kimi göndərilir. Əgər sən verdiyin sözə əməl eləməsən, oradan oğlunu öldürürlər. Amma burada onu elə geçək qeyd edirlər. Oğlun göndərirlər istirahətə, 10 il təhsil alır. Bu Girov da kişi. Bunu cəmaata düzəməlli çatdırın. Yaxınlarda da 2-3 gündür sosial şəbəkələrdə bir dənə haşiyədən kənara çıxım. Haşiyədən, düzəlmə, haşiyədən çıxaq. Kənara yox, haşiyədən çıxaq deyək. Haşiyədən çıxaq. Şah İsmail ilə bağlı yaman biraz mübahisələr var. Fazil Mustafa adlı bizim deputatımız var. O çıxıb Şah İsmail ilə bağlı nəsə tam açıq deyim, fikirlərinə qulaq asmamışam. Nəsə deyib, ona görə tərəflər arasında əməlli başlı qırğın düşür, Şah İsmailçılar və anti-Şah İsmailçılar. Və o keçən dəfə bir dənə alim var idi, adı yadımda saxlayamadım, tarixçidir da. Və adam deyir ki, qardaş, Şah İsmail, yox, bir nəfər tanışım yazmışdı, jurnalist. Gedim səhifəni oxuyanda gördüm, əməli başlı savaş gedir. Səsimi çıxartmağa qorxdum, dedim ki, bu saat mənə də erməni əsgər adı ilə basacaqlar içəri.
Bu barədə keçən Şah İsmail videosunda da o vaxt keçən çəkdiyim yoxsa iniş il çəkdiyim videoda danışmışdım ki, dostlar, mən fikirləşirəm ki, Səfəvilər dövlətini İsmail öz şuurlu, ixtiyari şəkildə yaratmayıbdı. 14 yaşında bir insan, 14 düşür də 1487-1501, 14 düşür. Hə, 14 yaşında bir insan çətin ki, bir dövləti yarada. Sadəcə bu hadisə olur, deməli, əmirlər tərəfindən həyata keçirilir, İsmail də gətirib oturulur taxta. İsmail də tuturlar taxta. Düzdür, İsmailin sonraki fəaliyyəti olur, qələbə qazanır. Cavanı döyüşündəki qələbə İsmailə nə dəxli var, 13 yaşındadır. Nə bilim, Çaldıra döyüşündə kişidir də, ona bir şey deyə bilərsən ki, bu uduzlu nəticədə özünə aiddir. Yaxud da ki, Mərv döyüşü 1510 neçə yaş edib, onu oradan 23 yaş. Hadi 23-də iki kişidir də, bu qələbə bununcudur, amma da 14 yaşlı uşaq. Yəni dostlar, bu belə bir pis bir şey deyildi. Yəni biz İsmail dövləti özü yaratmayıb deyərək İsmaili alçatmış olmuruq. Yəni İsmailin dediyim kimi digər uğurları var və biz onu qəbul edirik. İndi sadəcə bəzi insanların Allahlaşdırmasına ehtiyac yoxdur. Mən ümumiyyətlə Allahlaşdırmaya qarşıyam. Yəni İsmail də Allah deyil, Nadir Şah da Allah deyil, Məmməd Əmin Rəsulzadə də Allah deyil, heç kimi Allah deyil. Amma tarixi şəxsiyyətdir. Yəni biz inkişaf eləmək istəyiriksə, biz həmin tarixi şəxsiyyətləri analiz eləməliyik, səhvlərindən nəticə çıxartmalıyıq. Nəticə çıxartmalıyıq ki, bir görək Şah İsmail nəyi səhv eləyib eləməyək, Məmməd Əmin nəyi səhv eləyib eləməyək. Amma biz deyilir, döşənmişik Stalin qaydasına ki, filankəs Allahdır, qutardı, onu heç nə deyənməz. Sonra həmin insanlar gəlib Heydər Əliyevə Allah deyənləri pisləyir ki, deyir, siz niyə Heydər Əliyevi Allahlaşdırırsan? Özün gedib Məmməd Əmini Allahlaşdırırsan, bir sözlə kimi paltarırsan adamı. Sonra bir tərəfə deyir ki, niyə Heydər Əliyevi Allahlaşdırırsan? Deməli, qardaş, bizdə hamımızda var, bu genetik xüsusiyyətdir. Kimsə bir Allah tapıb səcdələməliyik ki, qoy işimiz rast geçsin. Neysə, qayda ətrafa deyək. Hə, 10 illik istirahətdən danışırdıq. Deməli, Aryo Barzan. Bu Aryo Barzan eradan əvvəl 20-ci ildə hakimiyyətə gəlir. Oktavian Avqustun köməyi ilə 10 il Romada yaşayıb təcrübə toplayandan sonra özü yaman yaraşıqlı olubdu. Orada tarixçilər elə yazır bunun haqqında. Bilikli, savadlı, yox yaraşıqlı. Kütbeyin imiş yəqin. Nəysə, buna sonra da erməniləri verirlər ki, alanlar da sən idarə elə, özlərini idarə eləyə bilmirlər ermənilər. Və Aryo Barzan haqqında maraqlı məqam nədir? Bunun hakimiyyətə gəlməsi bizə eradan əvvəl 20-ci il verilir, dostlar. Və bir dənə testdə mən rast gəlmişdim bu suala. Deyir ki, Romada imperiya dövrünə aid hadisəni seç. İmperiya dövrü biz bilirik ki, eradan əvvəl 27-dən başlanılıb da. Bura qədər baş vermiş hadisələrin heç biri imperiya dövrünə düşmür. Bir dənə Aryo Barzanın hakimiyyətə gətirilməsi Romada imperiya dövrünə zaman olaraq da, onda artıq bunu eləyən imperator Oktavian idi. Bu məsələni qeyd edirik. Nəysə, bir də bizə son hökmdarı verilibdir. Aryo Vast. Aryo Vastın dövründə maraqlı bir dənə cümlə var təzə kitabda, onu qeyd etmək istəyirəm. Deyir, eramızın ilk illərində Atropatena ilə Parfiya yenidən yaxınlaşır. Keçən yox idi o məlumat. Və biz artıq bizim eranın 1-ci əsrindən, eradan əvvəl 1-ci əsrinə oxşar xüsusiyyəti kimi götürürük. Atropatena ilə Parfiyanı yaza bilərsiniz, bəli. Atropatena ilə Parfiyanın diplomatik münasibətlər qurması. Bu adi hazır bir sualdır. Eradan əvvəl 1-ci əsr və bizim eranın 1-ci əsri. Niyə yazmırsan? Bəli, Atropatena və Parfiyanın diplomatik əlaqə qurması. Və dostlar, Aryovas 20-ci ildə taxtdan düşəndən sonra artıq Atropatena dövlətinin varlığına son qoyulur və dövlət Parfiyanın tərkibinə keçir. Atropatena dövləti yənəsi süqut edir. İndi sonra orada belə bir məlumat verilib sizə. Deyir hansı ki, Atropatena ilə Parfiya eyni nəsildən gəldiyi üçün Parfiyada kişi qutarmışdı. Bizimkilərdən gedib Artabanı idi. Artabanıda kimdə onu götürüb, Artabanı götürüb aparırlar ki, bizdə kişi qutarıb ki, sənə Parfiya dövlətini idarə elə. Və Parfiyanın dövlətində bizim tarixçilərimiz dirəşiblər ki, Türk dövlətidir. Açığı mənim bu barədə fikrim yoxdur və maraqlanmıram. Parfiya Türk çıxsa nə olacaq? Erməni çıxsa nə olacaq? Rus çıxsa nə olacaq? Heç nə yoxdur, heç bir xeyri yoxdur. Çox mənasız yerdə sadəcə pensiyaya çıxmış adamların dava mövzusudur, belə çayxanalarda dalaşmaq istəyirlər. Hə, bizim bu siyasi tariximiz. İndi biraz təsərrüfatdan falan danışaq.
Deməli, birinci danışmaq istəyirəm orada dövlətin quruluşu barədə dedik yenə eyni şey deyirik. İctimai cəhətdən quldardır, siyasi cəhətdən monarxiyadır, atadan oğula da hakimiyyət keçir. Sonra bunlarda atçılıq yaxşı inkişaf eləmişdi və ona görə də Çinlilər bizimkilərin atını səma atları adlandırır, yəni sürətli qaçırdılar deyə elə adlandırıblar. Şəhərləri haqqında əvvəlki kitabda olan məlumat saxlanılıb. Paytaxt Kazaka şəhəridir. Sonra döyüş Fraspa var. Soruşuram bunu. Fanaspa. Bir də Agnazana. Bu Atropatena şəhərləridir. Onlar Albaniyadadır. Və bizə burada Fraspa şəhəri haqqında bir dənə maraqlı məlumat verib. Deyir, oranı hökmdar şəhəri də adlandırırlar. Eyni zamanda bunların qış iqamətgahı, Atropatena hökmdarlarının qış iqamətgahı hesab olunur. Fraspa haqqında danışmaq lazımdır Zərdüştlükdən. Zərdüştlük 7-ci əsrdə meydana gəlmişdi. O birisi dəstə qısa bir söhbət elədik. Burada Burada Zərdüştlük məsələsində bizə ən lazımlı cümlə nədir? Zərdüştlərin müqəddəs məbədi Kazaka şəhərində idi. Və dostlar, bunu həmişə soruşuram. Kitaba baxdım, gördüm o cümlə var. Amma onu mötərizədə yazıblar, kiçildiblər. Kazakadakı məbəd Bizanslar tərəfindən məhv edilmişdi. Bəli, demişdim. Bunu bizə nətər verə bilərlər? Məsəl üçün, Ərəb-Sasani mübarizəsinin nəticəsində məhv olunmuşdu, yaxud ermənilər tərəfindən dağıdılmışdı. Maraqlı variantlar var. Amma Bizansla mübarizənin nəticəsində məhv olmuşdu. Yunan mədəniyyətinin təsirinə məruz qalma, Yunan allahlarına sitayiş olmuşdu. Yəni, burada tək Zərdüştlük deyil idi. Herakla məbəd də qoymuşdu. Bəli, çox tanrılıq olubdu. Herakla məbəd də qoyulmuşdu Kerifto məbədində. Ondan sonra kirəmitdən istifadə olunmuşdu. Bu da Yunan mədəniyyətinin təsirinə məruz qaldığını sübut eləyir. Yunan yazılarını oxuyurdular, amma bunların öz yazıları olubdu. Mövzu. Neftdən köhnə kitabda istifadə yazırdılar. Sonra burada maraqlı bir dənə səhv eləmirəmsə Strabon bu barədə məlumat vermişdi. Ola bilsin hökmdarın adını səhv eləsəm atdan yazacağam. Burada atlar üçün yonca bitirmişdir, yonca. Bunu da yoncanı midya otu adlandırılmışlar. Bu barədə maraqlı məlumat gözümə çarpdı, onu deyim. Orada var, təsərrüfat zat tərəfə bax. Neftdən istifadədir, bu midya yağı adlandırırlar. Bunlar nefti. Dostlar, bugünkü dərs izahımız da başa çatdı. Növbəti dərs izahlarında görüşmək ümidi ilə. Əgər videonu bura qədər izləmişsinizsə, zəhmət çəkin, bəyənirək yazın da bezmişəm verəcəyim. Hazırlıqları qoşmazsa qoşulun, qoşulmuşsa özünüz bilirsiniz. 3-5 günə artıq universitetə girmə xəbəriniz çıxır. Artıq ixtisas seçimi yekunlaşır. Görün də hara girsiniz. Sağ olun.